Salam, hörmətli abituriyentlər. Bu videoda mən sizlər üçün Biologiya Güvən Nəşriyyatı 2024-cü il abituriyentlər üçün tapşırıqlar toplusundan vegetativ orqanlar bölməsinin izahını vermək istəyirəm. Demək, birinci sualda deyilir ki, ağac gövdəsində kambi qatının bilavasitə altında yerləşir, sözsüz ki, oduncaqdır. Çünki biz bilirik ki, gövdənin en kəsiyini kəsdiyimiz zaman 4 qat görə bilərik. Qabıq, kambi, oduncaq və özək. Demək, kambinin altında oduncaq yerləşməlidir. Doğru cavabımız olur D variantı. İkinci sualda deyilir ki, mürəkkəb yarpaq deyil. Demək, A variantında barmaqvari mürəkkəb yarpaqdır. B variantında tək lələkvari mürəkkəb yarpaq. C variantında üçər mürəkkəb yarpaq. Y variantında isə cüt lələkvari mürəkkəb yarpaq görürük. Amma D variantında biz sadə yarpaq görürük ki, bu da mürəkkəb yarpaq deyil. Üçüncü sualda deyir ki, tək lələkvari mürəkkəb yarpaqdır. Sözsüz ki, B variantı. Çünki tək lələkvari mürəkkəb yarpaqda ümumi saplaqda yarpaqçıqlar qarşı-qarşıya düzülür və yekunda tək bitir. Dördüncü sualda deyilir ki, bitkinin bütün köklərinin cəmi necə adlanır? Bitkinin bütün köklərinin cəmi kök sistemi adlanır. Doğru cavabımız olur A variantı. Beşinci sualda deyilir ki, meyvə kök hansı orqanın şəkil dəyişməsidir? Meyvə kök kökün şəkil dəyişməsidir. Çünki biz kökün metamorfozunu öyrənəndə dedik ki, kök metamorfozuna aid olan meyvə köklər, kök yumruları, fırça şəkilli köklər, qarmaqçıqlı köklər, hava kökləri, tənəffüs kökləri və dirək kökləri var. Demək, meyvə kök bildiyimiz kimi kökün şəkil dəyişməsidir. Doğru cavabımız olur B variantı. Altıncı sualda deyilir ki, yarpağın bir ağızcığı neçə qapayıcı hüceyrədən təşkil olunmuşdur? Hər bir ağızcıqda 2 lobiyaya bənzər yaşıl qapayıcı hüceyrələr olur. Yəni, doğru cavabımız oldu C variantı. 7-ci sualda deyilir ki, ağac gövdəsində özəklə kambi arasında yerləşir. Yenə təkrar edirəm, qabıq, kambi, oduncaq, özək. Demək, kambi ilə özək arasında yerləşən oduncaq qatıdır. Doğru cavabımız olur B variantı. 8-ci sualda deyilir ki, yarpaqlarında su ehtiyatı toplayan bitkilər aloe və agavadır. Yeri gəlmişkən qeyd edeyim ki, gövdə şəkil dəyişməsi və yarpaq şəkil dəyişməsi var. Yarpaqda su ehtiyatı toplayan aloe, agava, gövdədə isə kaktus, maldili ola bilir. Bizdən də yarpaq istədiyi üçün doğru cavabımız olur A variantı. 9-cu sualda deyilir ki, doğru bəndi müəyyən edin. Demək, baxaq, bitkilər inci çiçəyi torvari damarlanmaz. İnci çiçəyi bilirik ki, bir ləpəli bitkidir və qövsvari damarlanır. Üzüm iki ləpəli bitkidir, torvari damarlanmalıdır. Burada paralel yazılır, bu doğru deyil. Bağa yarpağı qövsvari damarlanmalıdır. Burada torvari yazılır, doğru deyil. Palıd iki ləpəli bitkidir, torvari damarlanmalı idi, burada qövsvari yazılır, bu da doğru deyil. Amma qamış taxıllar fəsiləsinə aid olan bir bitkidir, yəni bir ləpəlidir və paralel damarlanır. Doğru cavabımız olur Y variantı. 10-cu sualda deyilir ki, soğanağın dipçiyi sözsüz ki gövdədir, yəni gövdə şəkil dəyişməsidir, əzbərə bağlı bir sualdır. 11-ci sualda deyilir ki, şamın iynə yarpağı, kaktusun tikanı, noxudun bığcığı, kartofun gövdə yumrusu, inci çiçəyinin kökümsovu, siyahıda neçə növ orqanın şəkil dəyişməsi verilmişdir. Burada gövdə və yarpağın şəkil dəyişməsi verilir. Yəni 2 növ orqanın şəkil dəyişməsidir. Doğru cavabımız D variantıdır, amma biraz dərin izah edeyim. Demək, şamın iynə yarpaqları bu demək yarpağın şəkil dəyişməsidir. Kaktus, zirinç, ağakasiya, yəni kaktusun tikanı da yarpaq şəkil dəyişməsidir. Noxudun bığcığı gövdənin şəkil dəyişməsidir. Kartofun gövdə yumrusu yenə də gövdənin şəkil dəyişməsidir. İnci çiçəyinin kökümsovu yenə gövdə şəkil dəyişməsidir. Gördüyümüz kimi yarpaq və gövdə şəkil dəyişməsi oldu. 12-ci sualda deyilir ki, cavan və yaşıl zoğlarda qabığın xarici qatı təşkil edir. Demək, biz bilirik ki, gövdənin en kəsiyini kəsəndə qabıq qatı var. Qabıq qatı 2 qatdan ibarətdir. Xarici qabıq və daxili. Xarici qabıq ya mantar, ya dəricik ola bilər. Nə zaman ki, dəricikdir,
bu cavan yəni gövdənin üzəridir. Nə zaman mantardırsa bu odunlaşmış yaşlı gövdənin üzəridir. Bizdən cavan və yaşıl zoğ deyirsə üzərini örtən dəricik olur. Yəni doğru cavabımız olur B variantı. 13-cü sualda deyilir ki, zoğun təpə tumurcuğu yerləşmiş ən uc hissəsi nə adlanır? Sözsüz ki, böyümə konusu adlanır. Ən uc hissədə yerləşdiyi üçün doğru cavabımız olur A variantı. Keçirik 14-cü suala. Sualda deyilir ki, zoğdan inkişaf edə bilməz. Əsas kök zoğdan inkişaf edə bilməz. Çünki əsas kök kürüşeyim kökü ilə inkişaf edir. Əsas kökü əldə etmək üçün mütləq toxum əkmək lazımdır. Doğru cavabımız olur B variantı. Amma təpə tumurcuğu gövdədə, təpə hissədə yerləşə bilər. Generativ tumurcuq sözsüz ki, gövdədə yerləşə bilər. Çiçəklərin açılmasına səbəb ola bilər. Qoltuq tumurcuq eyni şəkildə yarpaqla gövdənin birləşdiyi hissəyə yarpaq qoltuğu deyilir ki, orada bitən tumurcuq yarpaq qoltuğu olar. Gördüyümüz kimi gövdədə yerləşə bilər. Əlavə köklər də gövdədən əmələ gələ bilər. Çünki biz dedik ki, əsas kök kürüşeyim kökündən, əlavə kök gövdə və yarpaqdan, yan köklər isə digər köklərdən əmələ gəlir. Doğru cavabımız oldu B variantı. 15-ci suala baxırıq. Yalnız haşarat tutan bitkilər verildiyi sıranı müəyyən edin. Əzbərə bağlı bir test tapşırığıdır. Yalnız haşarat tutan şeh çiçəyi, qovuqlu bitki və küpə otu olaraq Y variantını cavab götürə bilərik. 16-cı sualda deyilir ki, yarpaqlarda plastik çevrilməsi baş verə bilməz. Demək, şəffaf dərici hüceyrəsində plastik çevrilməsi baş verə bilməz. Çünki bildiyimiz kimi şəffafdır. Yəni orada xloroplast yoxdur ki, çevrilmə baş verə bilsin. Doğru cavabımız olur D variantı. Amma nə üçün digər variantlar deyil, buna da baxaq. Qapayıcı hüceyrələrdə yaşıl rəngdədir, xloroplastlara malikdir. Sözsüz ki, xəzan vaxtı xromoplastlara çevrilə bilər. Süngər toxuması, yəni B variantındakı süngər toxuması hüceyrələri, bu da yaşıl xlorofilə malik hüceyrələrdir. Xloroplastlar var, xromoplasta çevrilə bilər. Yarpağın lətli hissəsi eyni şəkildə yarpağın lətli hissəsi üstünvari və süngər toxumasından təşkil olur. Hər ikisi də plastiklərə malikdir və çevrilmə baş verə bilər. Üstünvari toxuma hüceyrəsi, bu da yenə yaşıl hüceyrələrdir, xloroplastlara malikdir və çevrilmə baş verə bilər. Doğru cavabımız oldu D variantı. 17-ci suala baxırıq. 17-ci sualda deyilir ki, əgər bitkinin 3 buğumunda 8-dən çox yarpaq varsa, bu hansı bitki ola bilər? Biz bilirik ki, növbəli düzülüşdə hər buğuma bir yarpaq birləşir. Yəni, yarpaqların sayı elə buğumların sayına bərabər ola bilər. Qarşı-qarşıya düzülüş olanda hər buğuma 2 yarpaq birləşə bilər ki, 3 buğum varsa 6 yarpaq birləşməli idi, 8 deyil. Əgər 3 buğumda 8 varsa, ya 8 yarpaq varsa, demək bu topa düzülüşə malik olan bitkidir. Topa düzülüşə malik olan bitkilərə də oleander, oledia, qatır quyruğu, qarğa gözünü misal göstərə bilərik. Və A variantında oleander olduğu üçün A variantını götürə bilərik. Nə üçün digər variantlar deyil, buna yenə də baxaq. B variantı yasəməndir. Qarşı-qarşıya düzülür, 3 buğumu var idisə 6 yarpaq olmalı idi. Alma növbəli düzülür, hər buğuma bir yarpaq birləşir, 3 yarpağı olmalı idi. Gicitkən yenə də qarşı-qarşıya düzülməli idi, 6 yarpaq olmalı idi. Toz ağacı isə növbəli düzülür, bunun 3 buğumunda 3 yarpaq olmalı idi. Keçirik 18-ci suala. 18-ci sualda deyilir ki, yarpaqlarla zoğ arasında olan bucağa nə deyilir? Buna yarpaq qoltuğu deyilir. Doğru cavabımız olur Y variantı. 19-cu sualda deyilir ki, yarpağın şəkil dəyişməsi deyil. Baxaq, agavanın su toplayan hissəsi, aloe agava sözsüz ki, yarpaq şəkil dəyişməsidir. Amma boranın bığcığı isə gövdə şəkil dəyişməsidir. Yeri gəlmişkən qeyd edeyim ki, yarpaqda bığcığa çevrilmə noxud, lərgə, amma gövdənin bığcığa çevrilməsi boranı, qarpız, yemiş, üzüm, lobya və çiyələyin bığcığı ola bilər. C variantında zirincin tikanı, bu da yarpaq şəkil dəyişməsidir. Noxudun bığcığı yarpaq şəkil dəyişməsidir. Kaktusun tikanı yarpağın şəkil dəyişməsi olur. 20-ci suala baxırıq. 20-ci sualda deyilir ki, şəkilə əsasən uyğunsuzluğu müəyyən edin. Demək, bir təpə tumurcuğudur, bu çox doğru fikirdir.
İki, əlavə tumurcuq, yəni bu əlavə tumurcuq deyil. Yəni ki, uyğunsuzluqdur. Bizdən də uyğunsuzluğu istədiyi üçün doğru cavabımız B-dir. Amma nə üçün uyğunsuzdur, izahını da verim. Burada yarpaqla gövdə arasında qalan bucaqda tumurcuq bitirsə, buna qoltuq tumurcuğu deyilir. Əlavə tumurcuqlar isə iki buğum arasında bitməli idi. Bunun üçün uyğunsuzluq yaranır. C variantında, yəni cavabımız B variantıdır, amma digər variantları da izah edim. 3. Qoltuq tumurcuğudur, çox doğru fikirdir. 4. Buğumdur. Doğrudan da 2 buğum baxırıq 4-də. Yarpağın gövdəyə birləşdiyi hissə buğum adlanır. 5 isə buğum arasıdır, çünki 2 buğum arasında qalan məsafəyə buğum arası deyilir. Keçirik 21-ci suala. Sualda deyilir ki, tumurcuqları qarşı-qarşıya düzülmüş bitki zoğunun müəyyən hissəsində en sayda buğum arası varsa, bu hissədə maksimum neçə tumurcuq olduğunu hesablayın. Biz bilirik ki, buğum arasının sayı buğumların sayından bir vahid az olur. Əgər en sayda buğum arası varsa, əvvəlcə biz onun buğumunun sayını bilməliyik. En üstəgələk 1 buğumu olur. Qarşı-qarşıya düzülürsə, buğumu da 2-yə vurmaq lazımdır ki, qarşı-qarşıya düzülən və yaxud da birləşən tumurcuq sayını hesablaya bilək. Bu zaman doğru cavabımız olur C variantı. Keçirik 22-ci suala. Sualda deyilir ki, cökə ağacının cavan zoğunun müəyyən bir hissəsində olan buğum aralarının sayını en qəbul etsək, onda bu hissədə olan yan tumurcuqların sayı neçə olar? Bildiyimiz kimi cökə ağacı növbəli düzülür. Yəni hər buğuma bir yarpaq birləşməlidir. Əgər bizə en sayda buğum arası verilirsə, biz onun üzərinə bir gəlməliyik, buğumun sayını tapmalıyıq və elə buğumun sayı da yarpaq sayına bərabər olur növbəli düzüldüyü üçün. Demək, doğru cavabımız olur A variantı. İndi isə 23-cü suala baxırıq. Yarpağın alt dəricik hüceyrələri neçə sırada yerləşir? İstər alt, istər də üst dəricik hüceyrələri bir sırada yerləşə bilər. Doğru cavabımız olur A variantı. 24-cü sualda deyilir ki, yarpağın üst dəricik neçə sırada yerləşir? Yenə də eyni şəkildə istər alt, istər üst olsun, bir sırada yerləşir. Doğru cavabımız olur A variantı. 25-ci sualda deyilir ki, gövdənin eninə böyüməsini təmin edən qat sözsüz ki, törədici toxumadan ibarət olan qat olmalıdır ki, bu da kombi qatı, yəni A variantı olur. 26-cı sualda deyilir ki, kökümsov hansı orqanın şəkil dəyişməsidir? Kökümsov bildiyimiz kimi gövdənin şəkil dəyişməsidir. Doğru cavabımız olur A variantı. Sonra keçirik 27-ci suala. Sualda nə deyilir? Demək, sualda deyilir ki, qarğagözü kök sistemi bildiyimiz kimi qarğagözünün kök sistemi biləpəli bitki olduğu üçün saçaqlı kök sistemidir. Yəni X saçaqlı kök sistemidir. Yarpaq düzülüşü topa ola bilər. Doğrudan da bu qarğagözdə topa düzülüşə malikdir. Amma istisna hal olaraq biləpəli bitki olsa da yarpaq damarlanması tor şəkillidir. Demək, X-i tapdıq ki, bu saçaqlı kök sistemidir. Sonra keçirik qarğıdalı. Saçaqlı kök sisteminə malikdir. Yarpaq düzülüşü növbəlidir. Hər buğuma bir yarpaq birləşir. Demək, Y üçün biz bunu növbəli götürə bilərik. Sonra günəbaxana baxırıq. Günəbaxan kiləpəli bitkidir. Mil kök sisteminə malikdir, doğrudur. Yarpaq düzülüşü növbəlidir. Çünki hər buğuma bir yarpaq birləşir. Amma yarpaq damarlanması ikiləpəli bitki olduğu üçün tor şəkillidir. Yəni buna uyğun variantımız olur D variantı. Keçirik 28-ci suala. Sualda deyir ki, əlavə tumurcuqlar əmələ gələ bilər. Gövdədə buğum aralarında bilirik ki, əlavə tumurcuqlar yerləşə bilər. Köklər və yarpaqlar üzərində də əlavə tumurcuqlar yerləşə bilər. Doğru cavabımız Y variantıdır. Yeri gəlmişkən bir izah verim ki, demək, gövdənin üzərində bütün tumurcuqlar yerləşə bilər. İstəyir təpə tumurcuq, istəyir əlavə tumurcuq, istərsə də yan tumurcuq olsun. Amma yarpaqda və kökdə sadəcə olaraq əlavə tumurcuq ola bilər ki, bu da vegetativ çoxalmanı təmin edə bilər. Keçirik 29-cu suala. 29-cu sualda deyilir ki, yarpaqları pulcuq şəklindədir. Bu sərv, ardıc, latriya, soğanaqlı bitkiləri misal göstərə bilərik ki, burada sərvi verir. Doğru cavabımız olur D variantı. 30-cu sualda deyilir ki, yaşlı,
odunlaşmış bir bitki gövdəsində olmur. Demək dərici ola bilməz. Çünki mən izah elədim ki, əgər yaşlıdırsa burada mantar ola bilər, dərici olmaz. Amma cavan zoğun üzərində isə örtük qat dəricik ola bilər. Keçirik 31-ci suala. Kəndli sahəyə 50 ədəd çuğundur toxumu səpmişdir. Əlverişli şəraitdə bu sahədə maksimum neçə meyvə kök əmələ gələr? Sözsüz ki, elə toxumun sayı qədər. Yəni doğru cavabımız olur 50, amma izahını verim. Biz bilirik ki, meyvə kök əsas kök və gövdənin aşağı hissəsinin şəkil dəyişməsidir. Yəni əsas kökdən əmələ gəldiyi üçün hər bir toxumda da rüşeym kökçüyündə sadəcə olaraq bir əsas kök olduğu üçün elə əmələ gələn meyvə köklər toxumun sayına bərabər ola bilər. Doğru cavabımız oldu A variantı. 32-ci suala baxırıq. Sualda deyilir ki, hansı bitkinin gövdəsinin yeraltı şəkil dəyişməsi nərgiz bitkisində olduğu kimidir? Bilirik ki, nərgiz bitkisi soğanaqlı bitkidir. Soğanaqlı bitkilərə, yəni dağ laləsini də əlavə edə bilərik. Doğru cavabımız olur D variantı. Amma nə üçün digər variantlar deyil, buna da baxaq. Demək, A variantında ayrık otu, bu kökümsov gövdə şəkil dəyişməsidir. Çayırda kökümsovdur. Kartof gövdə yumrusudur. İnci çiçəyi kökümsovdur. Amma dağ laləsi nərgizdə olduğu kimi soğanaqlı bitki olur. Sonra keçirik 33-cü suala. 33-cü sualda demək, bitki orqanları verilir. Cədvələ əsasən doğru bəndi müəyyən edin. Bitki orqanları verilir və şəkil dəyişmələri verilir. Bizdən bitkinin adını soruşur. Demək, burada K kökümsovdursa, demək, kökümsov bilirik ki, gövdənin şəkil dəyişməsidir. Hansı orqanın şəkil dəyişməsi olduğunu istəyir bizdən. Gövdənin şəkil dəyişməsidir. Meyvə kök biz bilirik ki, kökün şəkil dəyişməsidir. Bığcıq isə həm yarpağın şəkil dəyişməsi, həm gövdənin şəkil dəyişməsi ola bilər. Bizdə yarpağın şəkil dəyişməsi kimi götürsək, əgər doğru cavabımız olur D variantı. Sonra keçirik 34-cü suala. 34-cü sualda bitkinin adı verilir X. Yarpaq şəkil dəyişməsi bığcıqdırsa, demək, noxud lərgə ola bilər. Çünki yarpağın şəkil dəyişməsi dediyi üçün. Sonra tikan deyirsə, bu ola bilər kaktus, zirinç, ağakasiya, yəni kaktusu götürə bilərik. Pulcuq deyirsə, sərv, ardıc, latriya, soğanaqlı bitkiləri götürə bilərik. Demək, əgər biz X-in əvəzinə demək, yarpaq şəkil dəyişməsi deyirsə, noxuddur, tikan kaktusdur, pulcuq isə sərvdir. Doğru cavabımız olur C variantı. Keçirik 35-ci suala. 35-ci sualda deyilir ki, kökü meyvəli bitkidir. Demək, kökü meyvəli bitkilərə aiddir. Yer kökü, şalğam, çuğundur, turp, bunları götürə bilərik ki, burada yer kökünü verir. Doğru cavabımız olur B variantı. Sonra keçirik 36-cı suala. Sualda deyilir ki, verilənlərdən hansı oduncaqda yerləşir? Sözsüz ki, illik halqalar oduncaqda yerləşə bilər. Doğru cavabımız olur Y variantı. Çünki mantar, A variantında mantar yazılır ki, mantar qabığın xarici qatıdır. Kambi qabığın alt qatıdır, törədici toxumadır. Floema lifləri deyirsə qabığın daxili qatında, yəni floema qatında yerləşir. Ələyə bənzər borular deyirsə, yenə də qabığın daxili qatında, floema qatında yerləşir. İllik halqalar isə oduncaqda yerləşir. Doğru cavabımız oldu A variantı. 37-ci suala baxırıq. Sualda deyilir ki, 24 illik bir alma ağacının en kəsiyində neçə kambiqatı yerləşir? Sadəcə olaraq bir kambiqatı yerləşir. Çünki ağacın neçə yaşı olursa olsun, kambiqatı sadəcə olaraq bir qatdan təşkil olunmalıdır. Doğru cavabımız oldu B variantı. Sonra bir B variantı, bəli. Sonra keçirik Keçirik 38-ci suala. Sualda deyilir ki,
Kətan bitkisinin yarpaqlarında olmur. Kətan bitkisinin yarpağında saplaq olmaz. Doğru cavabımız olur Y variantı. Çünki biz dedik ki yarpaq saplağından və yarpaq ayasından ibarət olur. Amma bəzi yarpaqlarda yarpaq saplağı olmur ki, belə yarpaqlara oturaq yarpaqlar deyilir. Misal üçün kətan, əzvay, aqava, qərənfili misal göstərə bilərik. Keçirik 39-cu suala. 39-cu sualda deyilir ki, saçaqlı kök sisteminə malik bitkidir. Bu bağa yarpağı bitkisidir. Çünki biz dedik ki, birləpəli bitkilər saçaqlı kök sisteminə, ikiləpəli bitkilər isə mil kök sisteminə malikdir. Amma istisna hal var idi ki, bağa yarpağı ikiləpəli bitki olsa da birləpəlilər kimi saçaqlı kök sisteminə malik olur. Yəni doğru cavabımız Y variantıdır. Amma nə üçün digər variantlar deyil, buna da baxaq. Demək, noxud ikiləpəli bitkidir, mil kök sisteminə malikdir. C variantında yer kökü ikiləpəli bitkidir, mil kök sisteminə malikdir. Zəncirotu günəbaxan da ikiləpəli bitkidir və mil kök sisteminə malikdir. 40-cı suala baxırıq. 40-cı sualda deyilir ki, əgər bitkilərdə bir buğma, bir yarpaq birləşirsə, bu bitki, yəni biz bilirik ki, bir buğma, bir yarpaq birləşirsə, növbəli düzülüşə malik olan bitkidir ki, bunun üçün biz cökə ağacını götürə bilərik. Doğru cavabımız Y variantıdır. Nə üçün digər variantlar deyil, buna baxaq. Qatır quyruğu topa düzülüşə malikdir. Hər buğma 3 yarpaq birləşməlidir, minimum. Qarğa gözü yenə də topa düzülüşə malikdir. Gicitkən və yasəmən isə qarşı-qarşıya düzülüşə malikdir. Yəni hər buğma 2 yarpaq birləşə bilər, bir deyil. Keçirik 41-ci suala. 41-ci sualda deyilir ki, şəkildəki yarpaq biz bilirik ki, elə göründüyü kimi üçər mürəkkəb yarpaqdır. Doğru cavabımız olur A variantı. 42-ci sualda deyilir ki, demək, kökümsov gövdənin gövdədən bilavasitə əmələ gələ bilər. Bilavasitə biz bilirik ki, kökümsov deyirsə, bu gövdənin şəkil dəyişməsidir. Gövdədən isə bilavasitə əlavə kök əmələ gəlməlidir. Çünki biz kökləri keçəndə dedik ki, mənşəyinə görə 3 cür kök var. Əsas, əlavə və yan köklər. Əsas kök rüşeyin kökçüyündən, əlavə köklər gövdə və yarpaqdan, yan köklər isə digər köklərdən inkişaf edir. Bu tip testlərə baxdığımız zaman əvvəlcə bilməliyik ki, hansı kökün şəkil dəyişməsidir və yaxud da hansı orqan, yəni gövdənin, yoxsa kökün, yoxsa yarpağın şəkil dəyişməsidir. Əgər kökün şəkil dəyişməsi olarsa, oradan yan köklər inkişaf edə bilər. Amma gövdənin və yarpağın şəkil dəyişməsidirsə, əvvəlcə əlavə köklər, sonra yan köklər inkişaf edə bilər. Burada isə bizdən bilavasitə əmələ gəldiyini istədiyi üçün qərar verməliyik ki, kökümsov gövdənin şəkil dəyişməsidir, gövdədən isə ilk növbədə əlavə kök inkişaf edə bilər. Keçirik 43-cü suala. Sualda deyilir ki, hansı bitkinin şəkil dəyişmiş yeraltı hissəsindən bilavasitə yan köklər inkişaf edə bilər? Biz demək, yenə təkrar edirəm, kökün şəkil dəyişməsini götürməliyik ki, kökün şəkil dəyişməsi də olur A variantı. Çünki yer kökü kökün şəkil dəyişməsidir. Amma inci çiçəyi kökümsova aiddir, gövdə şəkil dəyişməsidir. Kartof gövdə yumrusudur, gövdə şəkil dəyişməsidir. Buradan əlavə köklər inkişaf etməli idi. Çayır, bu da kökümsova malikdir. Gövdə şəkil dəyişməsidir, əlavə kök inkişaf etməli idi. Yer armudu da gövdə şəkil dəyişməsidir. Buradan əlavə kök inkişaf etməli idi. Amma biz demək, yan kökün inkişaf etməsi üçün kök şəkil dəyişməsi olmalıdır ki, bu da olur yer kökü. Sonra keçirik 44-cü suala. 44-cü sualda deyir ki, yarpağın üst dərici hissəsinin bilavasitində altında yerləşirsə, bu sütunvari toxumadır. Çünki biz demişdik ki, yarpağa üstdən baxanda ona yaşıllıq verən sütunvari toxumadır və tünd yaşıldır. Altdan baxdıqda isə dəriciyin altında süngərvari toxuma yerləşir ki, bu süngərvari hüceyrələr bir-birinə söyrək yerləşdiyi üçün açıq yaşıl rəngdə görünə bilir. Demək, bizə üst dəricinin alt hissəsi deyirsə, sütunvari toxuma ola bilər. Doğru cavabımız olur C variantı. Keçirik 45-ci suala. Sualda deyilir ki, düzgün durğun sularda yaşayır, kökü yoxdur, tük şəkilli yarpaqcıqların üst hissəsindəki qovuqcuqların köməyi ilə haşaratları tutur. Bu əlamətlər kitabda yazılır, yəni
Bu əlamətlər biz bilirik ki, qovuqlu bitkinin əlamətləridir. Doğru cavabımız olur D variantı. Keçirik 46-cı suala. Sualda deyilir ki, kökün uc hissəsinin quruluşuna aid şəkilə əsasən səhv bəndi müəyyən edin. Baxırıq, demək, birdə yazılır ki, örtücü zona. Biz bildiyimiz kimi ötürücü zona ola bilər, amma örtücü zona yoxdur. Yəni bu səhv fikirdir. Bizdən də səhv fikir istədiyi üçün doğru cavabımız olur A variantı. Bəs nə üçün digər variantlar deyil? Bunun da izahını verim. Demək, 2-də deyir ki, sorucu zona. Doğrudan da fikir verin. Burada əmici tellər yerləşir. Əgər əmici tel varsa, sözsüz ki, sorucu zonadır. Sonra C variantında böyümə zonası, sorucu zonanın altında böyümə zonası yerləşə bilər. Bu da doğru fikirdir. 4-də bölünmə zonası, böyümə zonasının altında isə bölünmə zonası yerləşə bilər. Bu da doğru fikirdir. 5-də isə kök üksüyü, bu da doğru fikirdir. Yine təkrar eləyirəm. Bu test tapşırıqlarında uşaqların tez-tez qarışdığını hiss eləyirəm. Demək, örtücü zona deyil, ötürücü zona olsaydı doğru fikir olardı. Keçirik 47-ci suala. 47-ci sualda deyilir ki, Kamran bazardan 3 kilogram pomidor, 1 kilogram çuğundur, 2 kilogram baş soğan, 4 kilogram kartof, 1 kilogram yer kökü almışdır. Onun cəmi neçə kilogram kök şəkil dəyişməsi aldığını hesablayın. Baxaq, demək, pomidor, 3 kilogram pomidor bu meyvədir, kök şəkil dəyişməsi deyil. Çuğundur, kök şəkil dəyişməsi ola bilər. Demək, əsas kökün şəkil dəyişməsidir. Meyvə kökə aiddir, çuğundur. Demək, kökün şəkil dəyişməsidir. Bunu götürə bilərik, 1 kiloqramdır. 2 kiloqram baş soğan gövdə şəkil dəyişməsidir. 4 kiloqram kartof, bu da gövdənin şəkil dəyişməsidir. 1 kiloqram yer kökü, bu kökün şəkil dəyişməsidir. Demək, Kamran bazardan cəmi 2 kiloqram kök şəkil dəyişməsi almışdır. Doğru cavabımız olur C variantı. 48-ci sualda deyilir ki, demək, gövdənin hansı rəqəmlərlə verilmiş hissəsi əsasən canlı hüceyrələrdən ibarət ehtiyat toplayıcı toxumadan təşkil olunmuşdur. Demək, canlı hüceyrələrdən ibarətdirsə, ehtiyat toplayırsa, bu olmalıdır özək qatı. Burada da özək qatı 5 rəqəmi ilə verilir. Doğru cavabımız olur Y variantı. 49-cu sualda deyilir ki, ikiləpəli bitkilərdə maksimum neçə növ kök ola bilər? Sözsüz ki, əsas, əlavə, yan köklər ola bilər ki, bu da maksimum 3 olur. Doğru cavabımız olur C variantı. Keçirik 50-ci suala. 50-ci sualda deyilir ki, bitkinin adı, zoğun müəyyən hissəsində olan yarpaqların sayı verilir və bu hissədə olan buğum aralarının sayını verilir və bizdən bitkinin adı soruşulur. Demək, baxaq, X-ə baxırıq. Zoğun müəyyən hissəsində olan yarpaqların sayı 48, amma buğum aralarının sayı 23-dür. Demək, 23 buğum arası varsa, ondan bir vahid çox, 24 buğumu və onun qarşısında da qarşı-qarşıya düzüldüyü üçün 48 yarpaq ola bilər. Demək, bu yasəmən ola bilər. Sonra keçirik Y-ə. Bu hissədə yarpaqların sayı 15, amma buğum aralarının sayı 14-dürsə, buğum araları 14-dürsə, üzərinə 1 gəlirik, olur buğumları. Buğumun sayına bərabər olan yarpaqlar varsa, bu növbəli düzülüşdür ki, buna da toz ağacını misal göstərə bilərik. Doğru cavabımız olur D variantı. Nə üçün digər variantlar deyil, buna baxaq. X-də alma növbəli düzülməli idi. Bu yanlış fikirdir. Çünki 24 buğumu 48 yarpağı var. Bu qarşı-qarşıya düzülməlidir. Sonra B variantında oleander verilir ki, bu pozur. Çünki oleander topa düzülüşə malikdir. Orada əgər 14 buğum arası varsa, 15 buğumu varsa 45 yarpağı olmalı idi. Sonra baxırıq Y variantına. X toz ağacı ola bilməz. Yenə təkrar edirəm, toz ağacı növbəli düzülüşə malikdir. Əgər 24 buğumu varsa, 24 yarpağı olmalı idi. Demək, doğru cavabımız oldu D variantı. Sonra keçirik 51-ci suala. Sualda deyilir ki, şəkildəki bitkinin yarpaq şəkil dəyişməsi necə adlanır? Bu kaktusdur. Yarpaq şəkil dəyişməsi tikan adlanır. Kaktus, zirinc, akasiya, yəni yarpağın tikana çevrilməsi olur. Doğru cavabımız oldu B variantı.
52-ci suala baxaq. Şeh çiçəyi bitkisi haqqında səhv fikri müəyyən edin. Baxaq, şeh çiçəyi biz bilirik ki, haşerat tutan bitkidir. Demək, yarpağın şəkil dəyişməsidir, ona da baxaq. A variantında deyir ki, haşerat tutan bitkidir, bu doğru fikirdir. Yarpaqların üzərində qırmızımtıl tükçüklər vardır, bu da doğru fikirdir. Əsasən azot çatışmayan torpaqlarda bitir, bu da doğru fikirdir. Yarpaqların ucu küpə şəkillidir, bu yanlış fikirdir. Doğru cavabımız olur D variantı, çünki küpə şəkilli olan Nepenthes bitkisi ola bilər. Əsasən avtotrof yolla qidalanır, bu da doğru fikirdir. Sonra keçirik 53-cü suala. 53-cü sualda deyilir ki, uyğunluğu müəyyən edin. Sütunvari toxumadır. Sütunvari toxumaya biz bildiyimiz kimi dəriciyin alt qatında, yəni üst dəriciyin alt qatında rast gəlmək olar. Demək, bu da A hərfi ilə işarə olunur. 1-ə A yazırıq. Sonra yarpaq damarları D hərfi ilə işarə olunur, çünki o yarpağın mərkəzində yerləşməlidir. Ağızcıq hüceyrələri isə istər üst dərici, istər ki alt dəricikdə seyrək yerləşə bilir ki, üst dəriciyin aydın şəkli verilmir, alt dəricikdə S hərfi ilə yazılan isə ağızcıq hüceyrələri olur. Yəni, doğru cavabımız olur D variantı. Keçirik 54-cü suala. 54-cü sualda deyilir ki, zoğ üzərində yarpaqların düzülüşü alma bitkisində olduğu kimidir. Əvvəlcə biz bilməliyik ki, alma bitkisində növbəli düzülüş var. Hər buğuma bir yarpaq birləşir ki, cökə də növbəli düzülüşə malik olan bitkidir. Doğru cavabımız olur C variantı. Nə üçün digər variantlar deyil? Buna da baxaq. Demək, yasəmən qarşı-qarşıya düzülüşə malik olan bitkidir. Yasəmən, nanə, gicitkan qarşı-qarşıya düzülüşdür. Oleander, qatır quyruğu, qarğa gözü isə toba düzülüşə malik olan bitkidir. Amma cökə isə eyni almada olduğu kimi növbəli düzülüşə malikdir. Sonra keçirik 55-ci suala. Sualda deyilir ki, demək, uyğunluğu müəyyən edin. Kök üksüyü, əmici telə aid olanları seçməliyik. Demək, 1-ə baxırıq, yəni A olan fikrə. Kökün uzunluğa böyüməsini təmin edir. Uzunluğa böyüməsini təmin edən bölünmə zonası ola bilər. Burada bölünmə zonası yoxdur. Sonra B-də deyir ki, sorucu zonanın örtük toxumasının hüceyrələrindən yaranır. Sözsüz ki, bu əmici tel hüceyrələridir. Əmici tel hüceyrələri demək, sorucu zonadakı cavan dəricik hüceyrələrinin çıxıntısıdır. Onu da qeyd edeyim ki, bir hüceyrədən ibarətdir. Yəni, biz B-ni əmici tel üçün yaza bilərik. C-yə baxaq, su və suda həll olmuş mineral duzların udulmasını təmin edir. Əlbəttə ki, əmici tellər torpaqdakı su və suda həll olmuş mineral maddələri qəbul edə bilər. Təsəvvür eləyin ki, bitki bir ev, əmici tel isə onun qapısıdır. Torpağa nə veririksə verək, birinci əmici tel vasitəsilə hüceyrəyə keçə bilər. Demək, C-ni də biz əmici tel üçün yaza bilərik. D-də deyir ki, bölünmə və böyümə zonalarının arasında yerləşir. Bu yanlış fikirdir. Bölünmə və böyümə zonasının arasında heç bir zona yerləşməz, çünki onlar bir-birindən ardıcıl yerləşir. Y-də deyir ki, kökün zərif ucunu zədələnməkdən qoruyur. Bu kök üksüyünün funksiyasıdır. Demək, doğru cavabımız olur A variantı. Sonra keçirik 56-cı suala. Sualda deyilir ki, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Demək, birinci oxuyuruq, bilməliyik ki, birinci bitki tək lələkvari mürəkkəb yarpaq, üçüncü bitki isə barmaqvari mürəkkəb yarpaqdır. Baxaq, indi əlamətləri sayaq. Demək, birdə deyir ki, barmaqvari mürəkkəb yarpaqdır. Bunu bir üçün demək, yaza bilərik. Yox, üzr istəyirəm, bu barmaqvari deyil. Barmaqvari 3-də yazılmalıdır. Demək, 1-i 3-ə yazırıq. 2-də deyir ki, alt şabalıdı bitkisində rast gəlinir. Alt şabalıdıdır, sonra çətənədir. Bunlar barmaqvari mürəkkəb yarpağa aiddir. Yəni, 2-ni də 3-ə, yəni 3-cü xanaya yaza bilərik. Sonra 3-ə baxaq. Saplaq üzərində bir neçə yarpaq ayası olur. Bunu mərkəzdə yaza bilərik. Çünki hər ikisi də mürəkkəb yarpaqdır. Mürəkkəb yarpaqlarda bir saplaq üzərində bir neçə yarpaq yerləşə bilər.
Dördüncü fikrə baxaq. İtburnu bitkisində rast gəlinir. Bu təklərəkvari yarpaq üçün, yəni bir üçün yaza bilərik. Nə üçün? Təklərəkvari mürəkkəb yarpaqlara itburnu, safora, görüş, qozu misal göstərə bilərik. Beşinci fikirdə təklərəkvari mürəkkəb yarpaqdır. Doğrudan da birinci yarpaq təklərəkvari mürəkkəb yarpaqdır. Yəni bunların hamısını yerbəyer qoysaq, doğru cavabımız olur C variantı. 57-ci suala baxırıq. Sualda deyilir ki, nöqtələrin yerinə yazılmalıdır. Yeraltı zoğun 3 hissəsinin genişlənməsi nəticəsində əmələ gəlir. Burada ehtiyat halında toplanır. Bu gövdə yumrusudur. Yəni doğru cavabımız olur A variantı. Keçirik 58-ci suala. Gövdədə floema lifləri yerləşir. Sözsüz ki, qabığın daxili qatında. Biz bildiyimiz kimi gövdənin en kəsiyini kəsdiyimiz zaman qabıq, kambi, oduncaq və özək qatlarına bölünür. Qabıq isə öz növbəsində 2 qata bölünür. Xarici qabıq və daxili qabıq. Daxili qabıqda floema lifləri, floema boruları və floema parenximi yerləşir. Demək, floema lifləri yerləşir qabığın daxili qatında. Yəni doğru cavabımız olur C variantı. 59-cu sualda deyilir ki, şəkildəki yarpaq damarlanması tipinin aid olduğu bitki bu üzüm bitkisidir. Şəkildə də göründüyü kimi, çünki torvari damarlanır. Doğru cavabımız olur C variantı. Bəs nə üçün digər variantlar deyil? Buna da baxaq. Buğda bir ləpəli bitkidir, paralel damarlanmalı idi. Bağa yarpağı 2 ləpəli bitki idi, amma yenə də qövsvari damarlanmalı idi. İnci çiçəyi qövsvari damarlanır, qamış isə paralel damarlanır. Şəkildə isə bizə torvari damarlanma verilir ki, ona aid olan bitki isə üzüm bitkisi ola bilər. Sonra keçirik 60-cı suala. Sualda deyilir ki, kartop bitkisində ehtiyat halında nişastanın zoğul şəkil dəyişməsində toplandığını söyləmək olarmı? Olar. Çünki onun gövdə yumruları yeraltı zoğun uc hissəsinin genişlənmiş hissəsindən əmələ gəlir. Yəni doğru cavabımız olur D variantı. Nə üçün digər variantlar deyil? Buna da baxaq. A variantında olmaz yazılır. Bunun üçün götürə bilmirik. B variantında olar. Onun çünki meyvələri yerüstü zoğun uc hissəsində əmələ gəlir. Xeyr, bu yerüstü zoğ gövdə yumrusu yəni torpağın alt hissəsində, yəni bitkinin alt hissəsində əmələ gəlir. Bunu götürə bilmərik. C variantında olmaz sözü götürə bilmərik. Y variantında olar. Çünki onun gövdə yumruları kökümsov gövdənin, kökümsov deyərsə bu olmaz. Çünki gövdə yumrularına aiddir, kökümsova aid deyil. Keçirik 61-ci suala. Sualda deyilir ki, çiçəkli bitkilərin yarpaqlarında üst və alt dəricik arasında yerləşmir. Bu qapayıcı hüceyrələrdir. Çünki qapayıcı hüceyrələr dəriciyin arası, yəni üst və alt dəriciyin arasında yerləşmir. Dəriciklərin üzərində yerləşir. Misal üçün A variantında sütunvari toxuma, mexaniki liflər, hava boşluqları, ələyibənzər borular hamısı üst və alt dəriciyin arasında yerləşə bilər. Keçirik 62-ci suala. Sualda deyilir ki, yanlış olanları seçin. Kökümsov üzərində yerüstü zoğlarda olduğu kimi yan tumurcuqlar ola bilər. Çünki yenə təkrar edirəm, kökümsov bu gövdənin şəkil dəyişməsidir. Gövdənin üzərində yan tumurcuq və yaxud da təpə tumurcuq ola bilər. Çiçək qrupu olar, bu ola bilməz. Çünki yerüstü gövdədə çiçək qrupları ola bilər. Yəni 2 yanlışdır. Təpər tumurcuğu yeraltı gövdədə ola bilər. Kökümsov da dedik gövdənin şəkil dəyişməsidir. Kök yumruları isə kökün ucunda ola bilər. Kök yumruları gövdədə ola bilməz. Demək 2, bir də 4 ola bilməz. Doğru cavabımız olur A variantı. Keçirik 63-cü suala. Sualda deyilir ki, bitki verilir, moruqdur, yarpaq sayı 2-dir. Yarpaq ayalarının sayını istəyir. Biz bilirik ki, yarpaq moruq üçər mürəkkəb yarpaqlara aiddir. Əgər 2 yarpağı varsa, 6 yarpaqcığı ola bilər. Zeytin yerinə 6 yazırıq. Günəbaxan bitkisi X sayda yarpaqdır, amma yarpaq ayalarının sayı 2-dirsə, günəbaxan biz bilirik ki, sadə yarpaqdır. Yəni, hər buğuma bir yarpaq birləşir və yaxud da hər bir yarpaq bir yarpaqdan bir saplaq ayasından ibarətdir. 2 dənə yarpaqcıq varsa, demək, X-in qiyməti 2-yə bərabərdir. Çiyələyə baxırıq. Çiyələk isə, demək, yarpaq ayalarının sayı 9-a bərabərdirsə,
çiyələk üçər mürəkkəb yarpaqlara aiddir. Yəni bir saplaqda 3 yarpaq var. Demək 9 yarpaqçığı varsa, demək 3-ə bölürük, yarpaqlarının sayı 3-ə bərabər olur. Bizdən isə x, y, z-in cəmini istədiyi üçün demək 6 üstə gələk 2, üstə gələk 3, bu da bərabərdir 11 olar. Yəni doğru cavabımız olur D variantı. 64-ə baxaq. 64-cü sualda səhv fikri müəyyən edin. Demək, baş soğanda, demək, soğan xaricdən yarpaq şəkil dəyişməsi olan pulcuqlarla örtülmüşdür. Bu doğru fikirdir. B-də deyir ki, dipçikdən əlavə köklər çıxır. Doğrudan da dipçik burada gövdənin şəkil dəyişməsidir. Gövdədən də əlavə köklər inkişaf edə bilər. C-də isə deyir ki, dipçiyin üzərində gövdə şəkil dəyişməsi olan ətli pulcuqlar olur. Bu yanlış fikirdir. Bizdən də yanlış istədiyi üçün doğru cavabımız olur C variantı. Keçirik 65-ci suala. Sualda deyilir ki, çiçəkli bitkinin yarpaq dəriciyinin müəyyən bir hissəsində 400 hüceyrə var. Bu hissədəki xlorofilə malik olan hüceyrələrin sayı 180-dirsə, şəffaf hüceyrələrin və ağızcıqların sayının cəmini tapın. Demək, biz dedik ki, əgər 400 hüceyrə varsa, ümumi hüceyrələr 400-dür. 180 də qapayıcı hüceyrə varsa, demək, ağızcıqların sayı 180 bölək ki, 90-a bərabərdir. 400-dən də 90-ı çıxanda yerdə qalır 310. Demək, elə 310 şəffaf hüceyrə var. Çünki digər hüceyrələr xlorofilə malikdir. Doğru cavabımız olur A variantı. Keçirik 66-cı suala. 66-cı sualda deyilir ki, çiçəkli bitkinin yarpaq dəriciyinin müəyyən bir hissəsində n sayda hüceyrə var. Bu hissədə ağızcıqların sayı 180 olarsa, şəffaf hüceyrələrin sayını necə hesablamaq olar? Demək, ümumi hüceyrə n-dirsə, amma ağızcıqların sayı 180-dir. Biz 180-i 2-yə vurmalıyıq ki, qapayıcı hüceyrələrin sayını tapaq 360 rəngli, yəni xlorofilə malik hüceyrədir. Ümumi hüceyrədən də xlorofilə malik olan hüceyrələri çıxarıqsa, yerdə qalan şəffaf hüceyrələrin payına düşər. Yəni, doğru cavabımız olar B variantı. Keçirik. Keçirik 67-ci suala. Sualda deyilir ki, demək belə, sualda deyilir ki, düzgün fikri seçin. Nərgiz soğanaqlı bitkidir. Bu doğru fikirdir. 2-də deyir ki, şeh çiçəyinin yarpaqları tutucu orqandır. Bu da doğru fikirdir. 3-də deyir ki, çiyələyin üçər yarpaqlarının uc hissəsi bığcığa çevrilir. Yarpaq deyil. Çünki çiyələkdə bığcıq gövdənin şəkil dəyişməsidir. Bu yanlış fikir olduğu üçün götürmürük. 4-də deyir ki, tikanlar bitki orqanının yerüstü şəkil dəyişməsidir. Çox doğrudur. Çünki yeraltı tikan ola bilmir. Sonra yəni 1, 2, 4 doğru fikirdir. 5-də deyir ki, kaktusun yarpaqları ehtiyat su toplayır. Xeyr, kaktusun yarpaqları tikana çevrilir. Demək, doğru cavabı olur 1, 2 və 4. Yəni D variantı. 68-ci suala baxırıq. Sualda deyilir ki, şəkildəki orqan şəkil dəyişməsində yalnız birinə aid olan fikri müəyyən edin. Baxaq, demək, birinci şəkil kökün şəkil dəyişməsi, ikinci və üçüncü şəkil isə gövdənin şəkil dəyişməsidir. Gövdə şəkil dəyişməsidir, diqqət eləsək ikisinə aiddir, yalnız birinə aid deyil. Ehtiyat qida maddəsi toplanır, demək, kartof gövdə şəkil dəyişməsidir, ehtiyat qida maddəsi toplana bilər. Meyvə kökdür bu, yəni çuğundurdur. Burada kök ehtiyat qida maddəsi toplayır. Demək, hər ikisinə aid etmək olar, birinə deyil. Üzərində bilavasitə yan tumurcuqlar inkişaf edə bilməz. Demək, sadəcə olaraq yan tumurcuq demək, burada və burada ola bilər, amma əsas kökdə yan tumurcuq ola bilməz. Sadəcə olaraq əlavə tumurcuq ola bilərdi. Meyvə kök adlanır. Doğrudan da şəkildəki şəkillərdən sadəcə olaraq biri meyvə kök adlana bilər. Demək, doğru cavabımız olur D variantı. Nə üçün Y deyil? Yeraltı şəkil dəyişmələrə aiddir. İkisi, yəni gövdə şəkil dəyişməsi olan kartof, kök şəkil dəyişməsi olan çuğundur, yeraltı şəkil dəyişmə ola bilər. Demək, doğru cavabımız oldu D variantı. Keçirik 69-cu suala. Hansı bitkinin tikanları
qısalmış zoğlardan yaranır. Demək, belə izah eləyim ki, yarpağın tikana çevrilənləri kaktus, sirinç, ağakasiya, gövdənin tikana çevrilənləri isə çır armuddur, yemişandır, itburnudur, nardır. Bunları misal göstərə bilərik. Demək, kaktus və ağakasiya yarpağın tikana çevrilməsi, yemişan və cır armud isə gövdənin tikana çevrilməsi ola bilər. 1-4 bu da olur A variantı. Keçirik 70-ci suala. Sərf bitkisinin yarpaq şəkil dəyişməsi necə adlanır? Sözsüz ki, pulcuq adlanır. Çünki yarpaqları pulcuğa çevrilən bitkilər sərv, ardıc, latriya və soğanaqlı bitkilər ola bilər.